Salam əziz abituriyentlər. Bu günləri baxacağımız dərs kimyəvi rabitə ətraflı yazı cavab tələb edən tapşırıqlardır. Baxaq görək neçə çalışmamız var burada. Bugün hamısına baxacaq. 24 çalışmamızdır. Hamısına baxacaq. Başlayaq. Birincidə deyir, pentin 1. İlk əvvəl pentin 1-in formulunu qurmalıyıq. Quraq. CH 3 qat rabitə C, CH2, CH2, CH3. Pentin birin formulunu qurduq. Kimyəvi rabitələrin yaranmasında iştirak edən hibridləşməmiş orbitalların sayın. Baxın, deyir kimyəvi rabitələrin yaranmasında iştirak edən. Kimyəvi rabitələrin yaranmasında iştirak edən və hibridləşməmiş orbital olan hidrogenlərin sayı da burada da 1, 2 elədi 3, 2 elədi 5, 2, 3 elədi 8. 8 hidrogen var. Bir də pi rabitənin 2 misli. Çünki pi rabitəni əmələ gətirir pp orbitallar və bunlar da hibridləşməmiş sayılır. Onun üçün pi rabitənin 2 misli deyirik. 2 pi rabitəsi olduğundan 2-ni vururuq 2, edir 4 dənə də qeyri-hibrid buradan. Ümumi 8 qeyri-hibridimiz var. Birin cavabını tapdıq. Birin cavabı 8. Bu tərəfi silək. İndi bizə burada nə istəyir? Deyir ki, sp3 hibrid orbitallarının bir-birini örtməsi hesabına yaranan rabitələrin sayını. Biz bilirik ki, 3 qat rabitənin ətrafındakı karbonlar sp hibrid halındadır. Tək qat rabitənin ətrafındakılar isə sp3-dür. Və bizdə də soruşur ki, sp3 hibrid orbitalların bir-birini örtməsi ilə yaranan rabitələr hansılardır? Baxın, bu 2 dənə dairələdiyimdir. Yəni, ikincinin də cavabı olur 2 ədəd. Ümid edirəm ki, aydındır. Digər sual. Digər sualda bizə nəyi soruşur? Deyir ki, ilk əvvəl CH3, CO natriumun üzərinə natrium OH gəldik. CH3, COOH-ın, daha doğrusu natriumun üzərinə gəlirik, natrium OH. Alınır CH4 plus natrium karbonat. Aha. Bizdə bildiyimiz kimi natrium karbonat parçalanmadığından burada CH4 550 600 dərəcə Selsiusda parçalananda bilirik ki, etilin plus hidrogenə parçalanır. Y-imiz burada etilindir. X-imiz metan oldu. Y-imiz etilin. Çünki hidrogen su ilə reaksiyaya girə bilmədiyinə görə burada bir etilen qalmış olur. Etileni də biz su ilə reaksiya saldıqda bu formada yazsaq, hidrogen birinə OH bir karbona birləşəcək, hidrogen bir karbona birləşəcək və yaranacaq bir atomlu spirtimiz olan etil spirti. Yəni Z maddəmiz də budur. İndi bizə deyir, Y-in molekulunda qeyri-polyar kovalent rabitələrin sayın. Y-imiz CH4 idi axı. Buradan yazaq. Açıq formulu yazaq ki, siz rahat görə biləsiniz. Qeyri-polyar kovalent rabitə karbon atomları arasında olan 2 qat rabitəni nəzərdə tutur. Yəni, burada birincinin cavabı elədi 2. Z-in molekulunda birinci karbon atomunun oksidaşma dərəcəsi. Z-in molekulu bildiyimiz kimi etil spirtidir. Və etil spirtində birinci karbon atomu OH-ın birləşdiyi karbon atomudur. Yəni, burada OH-ın oksidaşma dərəcəsi -1, hidrogenimiz -1 və karbonu buradan X yazıb tapa bilirik. X plus 2, -1 çünki 2-yə vurdıq. -1, -1 olduğu üçün bərabərdir 0-a. X plus 1 bərabərdir 0-a. X da bərabərdir -1-ə. Yəni, birinci karbon oksidaşma dərəcəsi oldu, -1. 2-də də burada cavab olacaqdı, -1. Növbəti sual. Burada bizdən nə istəyir? Deyir ki, H2SO4 verib və sigma rabitələrin sayını istəyir bizdən.
HCSO4-ün qrafik formulunu çəkək. Bilirik ki, kükürt 6 valentlidir, mərkəzi element atomudur və 2 əsaslı turşudur, sulfat turşusu. Formulumuz bu cür. Hər bir elementin valentliyi də uyğun olaraq doğru göstərilib. Bizə deyir sigma rabitələrin sayı. Sigma rabitələr sayı biz bilirik ki, kovalent rabitənin növüdür və qeyri-metal atomlar arasında olanlardır. 1, 2, 3, 4, gəldik digərinə. İki qat rabitələrdən biz demişdik ki, biri sigma, biri pidir. 5, bu da 6. Yəni sigma rabitələrin sayı x burada bizim üçün bərabərdir 6-ya. Yəni birincinin cavabı 6-dır. İndi gəldik ikincidə bizdən y-i soruşur. Deyir, rabitələrin yaranmasında iştirak edən elektron sayı. Rabitə bilirik ki, bir rabitəni 2 elektron yaradır. Və burada neçə rabitə varsa, həmin rabitələrin sayını sayıb 2-yə vurmaqla rabitənin yaranmasında iştirak edən elektron sayını tapırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 rabitə var burada. 8-i də 2-yə vurub tapırsınız 16 elektron. Rabitə əmələ gəlmədə iştirak edən. Yəni y-imiz də edəcəkdir 16. 2-nin də cavabı oldu 16. Sonra dördüncü sualda. Dördüncü sualda bizə nəyi verib? Karbon qazı ilə metanı verib. Bir də molekulda karbon atomunun hibrid orbitallarının sayı. Aha. Karbon qazında qrafik quruluşu qursaq, karbonun hər birindən bir P çıxdığı üçün pi rabitən əmələ gəlməyinə karbonun burada hibrid vəziyyəti sp olmuş olur. Metanda isə bilirik ki, karbon sp3 hibrid vəziyyətindədir. Deyir ki, molekulda karbon atomunun hibrid orbitallarının sayı. Deməli, karbon qazı üçün x-ı tapırıq 2, çünki 1s, 1p elədi 2 o hibrid orbital. Metanda isə 1s, 3p elədi 4 hibrid orbital. Bu da dördüncü sualımız. 5-də. 5-də bizdən nə deyir? Formulu yazaq. Vinil asetilen verilib bizə. Vinil hissə, bu da ki asetilin hissə. Bizə nə deyir burada? Karbon atomlarının rabitələrin yaranmasında iştirak edən elektronlarının sayı. Karbon atomlarının rabitələrin yaranmasında iştirak edən elektronlarının sayı. İndi gəlin baxaq. Bunu açıq formada yazası olsa, karbona birləşib hidrogenlər. Açıq formada deyəcəm. Qapalıda da necə görməyiniz lazım olduğunu da deyəcəm. Açıqda baxın, karbonun deyir, karbon atomlarının rabitənin yaranmasına iştirak edən elektronlarının sayı. Hər bir elektron, baxın, buradan işarələdiklərim, karbonlara aiddir. Karbonun, çünki üzvü kimyada karbonun 4 ədəd tək elektronu var və bütün birləşmələrdə də o 4 ədəd tək elektronun istifadə edir. Yəni 2, 4, 6, 8, 10, 12, 14, 16. 16-nı siz başqa cürdə tapa bilərsiniz. 4 ədəd karbon deyildi. Biz də dedik ki, 4 ədəd tək elektronu var hər bir karbonun və hamısında rabitə əmələ gəlmədə iştirak edir. 4-ü 4-ə vuranda 16. Yəni buradan da tapa bilərsiniz. Onun üçün sizin burada x-ınız, yəni birinci eləyir neçə? 16. İndi gedək ikinciyə. Bizə deyir ki, burada polyar kovalent rabitələrin sayı y. Gəlin polyar kovalentlərə də bax. Polyar kovalentlər nədir? Müxtəlif qeyri-metal atomlar arasında yarananlar. 1, 2, 3, 4. Yəni hidrogenlərin sayını saysaydı sizə məlum olacaqdır. Y-imiz bərabərdir 4.
Rabitələrin yaranmasında iştirak edən qeyri-hibrid orbitalların sayı. Z-i tapaq indi. Biz nə dedik bayaq? Dedik ki, rabitələrin yaranmasında iştirak edən qeyri-hibrid orbitallar sayı hidrogenlərin sayıdır. Çünki hidrogenlər gördüyünüz kimi rabitə yaradır. Plus pi rabitənin 2 misli. 1 buradan, 2 dənə də buradan eləyir 3 dənə. 3-ü də vurarıq 2-yə 6. Yəni 10 dənə də burada rabitə yaranmasına iştirak edən qeyri-hibrid orbital var. Sizə elədi, hə, y-iniz 4, z-iniz də 10. İndi bizdən nəyi soruşur? Z minus y-i. Fərqini hesablayın. 10 çıxılsın 6, daha doğrusu çıxılsın 4 bərabərdir 6. Yəni ikincinin cavabı da edəcəkdir fərqi 6. Növbəti sual. NH3 molekulunda NH3 molekulunun qrafik quruluşunu yazaq. NH3 molekulunda kimyəvi rabitənin yaranmasına iştirak edən elektron sayını. 3 rabitə var. Hər rabitəni 2 elektron yaratdığından 6 elektron etmiş olur. Yəni burada 1-in cavabı 6. Hibrid orbitalların neçə faizinin rabitənin yaranmasına iştirak etdiyini hesablayın. Azot burada sp3 hibrid orbital halındadır. Amma baxaq görək neçəsini rabitə yaradıb. Azotun sıra nömrəsi 7-dir. 1s2, 2s2, 2p3. Burada 4 ədəd gördüyümüz kimi hibrid orbital var. İndi onlar hansılardır? Onları deyəcəm sizə. Baxın, 1 orbital S-də, 3 orbital da P-də. Yəni 4 ədəd hibrid orbital var. Bu 4 ədəd hibrid orbitalın biz demişdik ki, rabitəni nə əmələ gətirir? Tək elektronlar. Və burada da tək elektronlar görürsünüz ki, 3 ədəd P-də olan P orbitalında olan elektronlardır. Yəni bizə deyirdi ki, hibrid orbitalların neçə faizi rabitənin yaranmasına iştirak edəcəkdir? 4-də 3-ü. Onu da 100%-ə vuranda edəcəkdir 75%. Yəni ikincinin də cavabı 75. 7-ci sual. 7-də bizdən nə istəyir? Deyir ki, metan verilib bir də su. Rabitənin yaranmasında iştirak edən hibrid orbitalların ümumi sayı, hibrid orbitallarının bir də ümumi sayı. Aha. Metanda sp3-dür. Baxaq. Karbonun sıra nömrəsi 6-dır. 1s2-ni yazmıram. 2s2, 2p2. Və bildiyimiz kimi bu element həyəcanlanır. Çünki xarici təbəqəsində, xarici konfiqurasiyasında cüt elektron, bir də boş xana var. Buradan gəlib bura həyəcanlandıqda elektronu buradan silirik. Gətirib yazırıq bura və 4 ədəd tək elektron görürsünüz. Yəni 2s1, 2p3 olmuş olur. Və 4 ədəd elektronun hamısı, yəni burada 4 ədəd hibrid orbital olur. 1s, 3p, özünüzdə gördüyünüz kimi 4 ədəd hibrid orbitalın hamısı rabitə əmələ gəlmədə iştirak edir. Ümumi, rabitə əmələ gəlmədə iştirak edən hibrid orbital metan üçün 4-dür. Hibrid orbitalların ümumi sayı metan üçün yenə o da 4-dür. Çünki 4 dənə hibrid orbital var, 4-ü də rabitə əmələ gəlmədə iştirak edir. İndi keçək suya. H2O-da da bilirsiniz ki, oksigen sp3 halındadır. Hibrid orbital olaraq. Və oksigenin sıra nömrəsi 8-dir. Yazırıq. 2s2, 2p4. Burada da yenə 4 hibrid orbital var. İndi özünüz görəcəksiniz. Və bu 4 hibrid orbital, baxın 1s, 3p. 4 hibrid orbital var. Burada da. Amma bu 4 hibrid orbitaldan baxın, yalnız ikisi rabitə əmələ gətirir. Çünki ikisi tək elektron olan orbitallardır. 2 də yazırıq su üçün. İndi x-i burada olacaq da 6 cəmi. Y-imiz də olacaq da 8. Növbəti sual.
Etan, etilin keçid zamanı valent bucağının qiyməti necə dəyişir? Etanda alkanlarda bilirik 109 dərəcə 28 dəqiqədir. Amma etilin alkenlərdə isə 120 dərəcədir. Yəni valent bucağının qiyməti artdı. 1 artır. 2. Hibrid orbitalların sayı. Etan bilirik CH6-dır və karbon sp3 hibrid orbital halındadır. 2 karbondursa 4 hibrid orbital varsa 1 karbonda, 2 karbonda eləyəcək 8 hibrid orbital. Etilində CH4-dür. 2 qat rabit olduğu üçün burada karbon atomları sp2 hibrid halındadır və 2 karbonun hər birində də 3 orbital olduğu üçün ümumi eləyir 6 hibrid orbital. Gördüyünüz kimi 8-dən də 6-ya nə edir? Azalır. Yəni hibrid orbitalların sayı da azalacaq. Növbəti sual. CH2 bir də CO2 molekullarında karbon atomlarının hibrid orbitallarının və sigma rabitələrinin cəmi. Hibrid orbitalların sigma rabitələri. CH2-də hibrid orbitallar bilirik ki, alkinlərdə karbon 3 qat rabitə ilə əhatə olunduğundan karbonlar sp halındadır. 2 karbon, 1 karbonda 2 orbital varsa 1s, 1p 2 orbital edir. 2 karbonda 2 vur 2, 4 orbital edəcək. Karbon qazını da bayaq yazmışdıq ki, hibrid orbitalı sp-dir. Və burada da 1 karbon olduğundan 1s, 1p 2 hibrid orbital var. Cəmi soruşduqda bunların cəmini toplayırsınız 6. Yəni burada birincinin cavabı edəcəkdir 6. İkincini soruşur bizdən. Sigma rabitələrin sayı. Açıq formada yazaq. CH 3 qat rabitə CH. Bir də karbon 2 qat rabitə oksigen. Bu da karbon. Sigma rabitələrin sayı. Baxın, 2 ədəd, daha doğrusu karbonla hidrogen arasında 1 sigma, karbonla hidrogen arasında 2-ci sigma və bu da oldu 3-cü sigma. Burada 3 sigma var. Amma karbon qazında isə 1, 2, 2 sigma var. Ümumi neçə sigma etdi? 5 sigma. Yəni burada ikincinin də cavabı edəcəkdir 5. Sigma rabitələrin cəmini istəyirdi ikincidən. 10-cu sual. Cədvəli tamamlayın deyir. 29-a görə biz birinci nə edirik? Konfigurasiyanı quraq. Mhm, yazıram. Mis 29. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s1, 3d10. İstisna elementlərimizdən idi. Mis 1-də xrom, 24-də onda da. Orada da 4s1, 3d5 olur. Elektronların ümumi sayı. S-də x-dır. P-də 12-dir. Bəli, baxın, P-də 12-dir həqiqətən də. 6, 6, 12. S-də x-dır. Yazıram S bərabərdir. 2, 4, 6, bu da 1, 7. X-imiz etdi 7. D-də isə x plus 4-dür. Yəni 7 plus 4 bərabərdir neçəyə? 11-ə. 7 plus 4, 11. Baxaq görək D-də 11-dir. Xeyr, baxın D-də 10-dur. D-də 11 etməyi üçün indi biz burada nə etməliyik? Yazıram. Mis 29-dur. Düzdür? Biz buradan əgər baxın S-də 7, N-i də müəyyən edin. N-ə müsbət 1, daha doğrusu mənfi 1, müsbət 1 yazsaq, baxın, edir bizim elektronumuzun sayı 28 və D-də 11 etməyi üçün burada 11 elektron tutaq ki var. Həmin bu 11 elektronun müsbət 1 olmalıdır ki,
Bu 11 elektrondan biri getsin. Daha doğrusu müsbət 1 olmayacaq. Baxın, müsbət 2 olacaq ki, nəyə görə müsbət 2 olur? Çünki birinci S-dəki gedəcək xarici təbəqə, çünki S-dir burada. 4s1. Buradan bir dənə elektron getdi. Düzdür? Bu elədi müsbət 1. Və burada da D-ni 11 almışıq axı. Buradan da bir dənə elektron getməlidir ki 10 olsun. O müsbət 1 ilə bu müsbət 1 eləyir müsbət 2. Yəni n-imizin qiyməti də burada edəcəkdi 2. X-in qiyməti də edəcəkdi 7. Növbəti sual 11. 11-də bizə nə deyir? Monohalogenli törəmədə kalium OH spirtdə məhlulu ilə biz buradan monohalogenli törəmələrdə alken alırıq. CH2, 2 qat rabitə, CH, CH3. Daha sonra xlorla reaksiyaya daxil olduqda pi rabitənin qırılmağı üçün xlor gəlib birləşir bu karbonlara və pi rabitə qırılır. Alınan birləşməmiz, yəni Y maddəmiz olur bu. İndi bizə burada nə edir? Y molekulunda birinci, ikinci karbon atomlarının oksidaşma dərəcəsini istəyir. Biz bilirik ki, birinci, ikinci xlorlarımız -1-dir burada, hər birində. Hidrogen müsbət 1. Müsbət 1, -1. İkinci karbon 1 yazaq, bir də 2 yazaq. İkinci karbon oksidaşma dərəcəsi oldu 0. İndi birinci karbona baxaq. Müsbət 1. Bu da 2, x yazsaq. X plus 2, çünki müsbət 1 2-yə vurur. Çıxılsın 1 bərabərdir 0-a, x plus 1 bərabərdir 0-a, x bərabərdir -1-ə. Yəni birinci karbon oksidaşma dərəcəsi olur -1. Növbəti sual 12. 12-də bizə nə deyir? 2 maddə verib və hər bir bütün maddələr, bu 2 maddədə də ion rabitənin ümumi sayı, bir də kovalent rabitənin ümumi sayı verir 1 mol üçün. İlk əvvəl məlum olan birləşmədə ion bir də kovalent rabitəni tapaq. Natrium 2H2PO4-də, daha doğrusu natrium H2PO4-də bir metal olduğu üçün onun valentliyini indeksinə vuranda burada ion rabitənin sayı çıxır 1. İyon rabitənin sayı 1 olduğundan siz ümumi 7 idi axı. 7-dən çıxırsınız 1-i edir 6. Yəni bu maddənin iyon rabitəsinin sayı olmuş olur 6. Gedək kovalent rabitəyə. Əgər siz formulu qurmuş olsaz, buradan görürsünüz ki, kovalent rabitənin sayı, baxın, 1, 2, 3, 4, 5, 6, 7. 7 kovalent rabitəmiz var bu birləşmədə. 17-dən də 7-ni çıxanda yerdə 10 kovalent rabitə qalır. Deməli, bu birləşmənin kovalent rabitə sayı da 10-dur. İndi buraları silək. Bu hissələr də artıq bizə lazım deyil. Metal M PO4N. Biz bilirik ki, normal duzlarda iyon rabitəsinin sayı metalın valentliyi, hansı ki N düşüb bura PO4-ün indeksinə, metalın valentliyinin indeksinə vurmaqla siz tapırsınız nəyi? İyon rabitənin sayını. Biz də tapmışdıq 6 idi. Kovalent rabitəni necə tapırdıq? Ümumi rabitənin sayını, yəni oksigenin valentliyinin indeksinə vururduq. 2 vurulsun, 4 vurulsun, n eləyir 8n. Çıxırdıq metal rabitənin sayı bərabər idi bizdə kovalent rabitənin sayına, yəni 10-a. 8n çıxılsın, m-nin qiyməti burada var. 6 bərabərdir 10-a, n buradan bərabər olur 2-yə. N-i tapdıq 2. İndi bizə nə istəyir? N-in qiymətini istəyirdi. Baxın. N-in qiymətini istəyirdi. Yəni biz birincini aldıq 2, ikincidə isə m-in qiymətini istəyirdi. Gətirib burada yerinə yazmaqla 2m bərabərdir 6, m-i də buradan rahatlıqla 3 tapa bilirsiniz. Növbəti sual.
Növbəti sualda bizdən nə istəyir? Deyir ki, CH 3 qat rabitə, CH 3 qat rabitə, CH 2 qat rabitə, CH2. Bu birləşmədə sp hibrid orbitallarının sayı, sp hibrid orbitalların sayı hansılardır? Bilirik ki, 3 qat rabitənin ətrafındakılar sp-dir. sp hibrid orbitalların sayı 1s, 1p2, 1s, 1p2, yəni 4 dənədir ümumi. Bütün hibrid orbitalların digər karbonlarını da yazmalıyıq hibrid orbitalların üstünə. 3 burada, 3 burada. 6, o da 4, 10. Neçə faizini təşkil edirdi? 40 faizini. Yəni birincinin cavabı 40. İkincinin cavabı. Molekulda qeyri-hibrid orbitalların sayını tapın. Qeyri-hibrid orbitalların sayı yenə də deyirik. Rabitə əmələ gəlmədə iştirak edən qeyri-hibrid istəyir burada. 4 dənə hidrogenin sayı plus pi rabitənin 2 misli 1, 2, 3. 3-ü də vurduq 2-yə, elədi 10. İkincinin də cavabı eləyəcəkdi 10. Növbəti sual 14. 14-də bizə nə istəyir? Metal NP2O7. Biz bilirik ki, pirofosfat turşusu var. H4P2O7. Burada hidrogen bir valentli olduğu için. Şimdi bize metal NP2O7 verib və metalın valentliyi bir valentlidir. Hansı ki, buradan da görünür ki, P2O7 indeksinə bir şey düşməyib. Deməli, P2O7 də 4 valentlidir. Çünki bundan 4 ədəd hidrogeni qopartmışıq. O da metalın indeksinə düşəndə n buradan bərabər olur 4-ə. N 4'e beraber olduqda metal 4 P2O7'də ümumi atom sayını istəyir. 4 plus 2 plus 7 eləcəkdir 13. N'imiz 4, ümumi atom sayı da 13. 15-ci sual. 15-də bizdən nə istəyir? Alçin verib. CnH2n-2 yazırsınız. Bir de doymuş aldehid. CnH2n plus 1 CHO. Karbon atomları sayı alkinlərdə verib n və karbonun sp3 hibrid orbitalların sayı da 16. Biz bilirik ki, alkinlərdə 2 karbon sp hibrid halındadır. 3 qat rabitənin ətrafında olanlar. N dənə karbonumuz varsa n-2 sayda karbonumuz da nə olmuş olur? sp3 olur. İndi biz buradan n-2-ni vursaq 4-ə, çünki 1s 3p 4 ədəd orbitaldır. Bərabər eləsək 16-ya, çünki sp3-ü deyib də bizdə. N-2 bərabərdir 4-ə, n bərabərdir 6-ya. Biz n'i tapdıq 6. Yazıram buradan n bərabərdir 6. N-i 6 tapdığımız üçün bu hissəni silək. Bizə burada nə deyir? Deyir ki, y bərabərdir 2-nə. Yəni y bərabərdir 12-yə. Çünki 2-ni 6-ya vurdıq. Baxın, aldehidlərdə sp3 hibrid orbitalın sayını 12 verib. İndi baxaq. Aldehidlərdə bir dənə 2 qat rabitəyə birləşən karbon sp2 halındadır. N dənə karbon isə sp3 halındadır. Və bizdən də burada sp3-ləri soruşduğundan biz 4n-i bərabər edirik. Çünki hər bir sp3, bunlar sp3'dür hamısı. sp3 hibrid orbitalın sayını da biz tapdıq 12-dir. 4n-i bərabər edirik 12-yə. N-imiz buradan çıxır 3. Deməli, aldehidimiz C3H7COH imiş. Bizə nə deyirdi? X-i tapın. X nə idi? Aldehiddə karbon atomlarının sayı 3, bu da 1, 4 dənə. X-imiz elədi 4. Alkin molekulundakı qeyri-polyar kovalent rabitənin sayı. Alkinimiz 6 idi da. Biz bilirik ki, C6H onda qeyri-polyar kovalent rabitənin sayı nədir? Açıq zəncirdən bir vahid az. Yəni karbonumuz 6-dırsa 1 çıxacaq 5 burada sigma var. Bir də ki, əlavə olaraq alkinlərdə 2 dənə də pi rabitə var axı, o da karbonla karbonun arasındaydı. Ümumi eləyir karbonla karbonun arasında qeyri-polyar kovalent rabitənin sayı 7.
və aldehidin nisbi molekul kütləsini soruşur. Aldehidin emerini hesablayırıq. 4'ü vururuq 12'yə, 4 karbondur deyə. Üzərinə gəlirik 8 hidrogeni, üzərinə də gəlirik 16 oksigeni. Cavabımız eləyir 72. Bu da üçüncünün cavabı idi. Növbəti sual 16. 16-da bizdən nə istəyir? Asetilinin dimerləşməsindən bizdə alınır vinil asetilin və vinil asetilinin H-xlorla reaksiyasından xloropiren alırıq. Yəni CH2, C, xlor, CH, 2 qat rabitə CH2. Yəni hidrogen gəlib birləşdi bura, xlor da digərinə. X maddəmiz, baxın, X maddəmiz budur, Y maddəmiz də budur. Bizdən nə istəyir? X-in molekulunda kimyəvi rabitənin yaranmasına iştirak edən hibrid orbital sayı. Buradan əgər qeyd eləsək ki, sp2, çünki 2 qat rabitə ətrafıdır, sp2, 3 qat rabitələrdə sp, sp. sp2, sp2 hərəsində 3 dənə 6 dənə orbital, sp, sp hərəsində 2 dənə 4 dənə orbital. Eləyir ümumi 10. Yəni burada birincinizin cavabı 10 hibrid orbital olaraq. İndi getdik digərinə. Digərində bizdən nə istəyir? Y molekulunda rabitənin yaranmasına iştirak edən P elektronlarının sayı. Biz bilirik ki, P rabitəni PP elektronları əmələ gətirir. P, bu da P. Və karbonun bir dənə tək P'si də rabitə əmələ gətirir. Ümumi burada eləyir 5 dənə P elektron. Yəni ikincinin də cavabı edəcəkdir 5. Növbəti sual. Növbəti sualda diqqətli olun biraz. Sizə verib ki, alifatik karbohidrogen, yəni açıq zəncirli. Molekulda rabitələrin əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbital sayı. Biz nə demişdik? Qeyri-hibrid orbital hidrogen sayı idi. Bir də pi rabitənin 2 misli. Cəm buydu. İndi bizə deyir ki, qeyri-hibrid orbitalların sayı hidrogen atomunun sayından 4 vahid çoxdursa, deməli, burada 4 dənə p orbitalı var. 4 dənə p elektronu var. Yenə də deyirəm, qeyri-hibrid orbitalların sayı hidrogen sayından 4 vahid çoxdursa, 4 dənə p orbitalı var. Bu da bizə nəyi verir? 3 qat rabitəni verir. Yəni, bizim burada 2 pi rabitəmiz olmalıdır ki, 4 dənə p elektron olmuş olsun və qeyri-hibrid orbitalların sayı, çünki qeyri-hibrid deyəndə hidrogenlə pi rabitənin 2 mislini bir yerdə götürürdük. Hidrogenin sayından 4 vahid çox olmuş olsun beləcə. Bu olmuş oldu ümumi formul olaraq CnH2n minus 2. Bizə deyirdi, bu karbohidrogen molekulunda pi rabitənin sayı biz də tapdıq 2 dənə. Yəni burada birincinin cavabı eləyir 2. Və 2 molun tam hidrogenləşməsinə sərf olunan hidrogenin həcmini istəyir bizdən. Buraları silək artıq. Biz bilirik ki, alkinlərdə 2 pi rabitə olduğundan 2 mol brom birləşdirir və bizə deyir ki, 2 molunun tam hidrogenləşməsinə sərf olunan, daha doğrusu brom demir hidrogenləşmədir. Yenə də fərqi yoxdur. 2 mol H2-dir. Çünki 2 pi rabitə var. Nə birləşdirirsə tam hidrogenləşmə olsun, tam bromlaşma olsun 2 mol olacaq. Sərf olunan hidrogenin həcmi X 1 molunu da bilirik ki 2 vurulsun 22,4-dür. Yəni X eləyəcəkdir 89,6 litr. İkincinin cavabı da 89,6 litr edəcəkdir. Növbəti sual.
Bizə 18-də deyir ki, kalium hidroksidin ortofosfat turşusu əmələ gətirdiyi duzlar. 3 cür duz əmələ gətirir uşaqlar. Kalium H2PO4, kalium 2HPO4, bir də kalium 3PO4. Burada aralıq mövqeyidə duran, yəni kütləsi digər iki kütləsinin arasında olan kalium 2HPO4-dür. Onun üçün biz bunun kütləsinə A versək, kalium H2PO4-ün kütləsi kalium 2HPO4-ün kütləsindən az olduğu üçün bu olacaq A-38. Amma kalium 3PO4 A-dan çox olacağı üçün bu olacaq A+38. Yəni biz burada A+38 X-ı bu müəyyən etsək, Y-i də bu müəyyən edirik. Z-imiz də olur kalium 2HPO4. İndi bizə deyir, A-nı tapın. A-mız kalium 3PO, daha doğrusu kalium 2HPO4-ün emeri olacaq. O da bərabərdir. Buradan tapaq. 78 plus 96 bərabərdir. 4, o da 17. 174. Bəli, 174. A-nı tapdıq 174. Yəni birincinin cavabı 174. İkincidə Y-in 1 molunda olan polyar kovalent rabitənin sayı. Y-imiz hansı idi? Kalium H2PO4. Formulunu quraq. OH, OH, bir də O kalium. Bizə nə edir? Polyar kovalent rabitənin sayı. 1, 2, 3, 4, 5, 6 və 7. Polyar kovalent rabitə nə idi? Fərqli qeyri-metal atomları arasında olan rabitə. Bir də Z-in kimyəvi formulu müəyyən edin deyir. Z-in də kimyəvi formulu kalium 2HPO4 olacaq. Növbəti sual 19. 19-da bizdən nə istəyir? Molekulunda bir asimetrik karbon atomu olsun deyir. Bir də minimal sayda karbon atomu olan doymuş bir atomlu spirt. Biz bir karbonu yazırıq və bu karbona birləşdiririk OH, çünki spirtdir. Sonra kiçikdən böyüyə doğru qruplar birləşdiririk. Çünki bizə deyir ki, minimal karbon olsun. H, metil, bu da olacaq etil. Bizim spirtimiz budur. İndi bizə deyir ki, bu spirtin siniflərarası izomerinin molekulu. Siniflərarası izomerin iki tür yaza bilərik uşaqlar. Bir C2H5, o C2H5 yaza bilərik. Çünki biz bilirik ki, spirtlərin siniflərarası izomeri nədir? Sadə efirlər. Bir də necə yaza bilərik? Bir də yaza bilərik C3H7 O CH3. Fərqi yoxdur. Hansı tür yazırıqsa yazaq. Bizə burada molekulunda həmin bu sinif-əlazi izomeri molekullarında qeyri-polyar kovalent rabitəni istəyirdi. Karbonla karbonun arasında burada bir qeyri-polyar var. Karbonla karbonun arasında burada da bir var. Çünki əgər mən CH5 açsam, bu formada olacaq. CH3, CH2, oksigen, CH2, CH3. Yəni karbonla karbonun arasında dediyim o bir budur. Baxın. C3H7-də də 3 karbondursa, onun karbonla karbon arasında rabitəsinin sayı 2-dir və burada da bir karbon olduğu üçün orada karbonla karbon arasında rabitə deyə bilmirik. Yəni 2 izomerin ikisini də yazıb yoxlaya bilərsiniz. Həqiqətən də karbonla karbon arasında qeyri-polyar kovalent rabitə bu siniflərarası izomerdə hər ikisində neçə elədir? 2. Gələk ikinciyə. İkincidə bizə deyir 0,5 molun yanmasından istər burada spirti yandıraq, uşaqlar, istər də sadə efiri yandıraq, fərqi yoxdur. Hər ikisinin tərkibində nə qədər hidrogen var? Baxın. 10 hidrogen var hər ikisinin tərkibində. Onun üçün 5 molekul su alınacaq buradan. Bizə deyir ki, 0,2 molunun yanmasından alınan suyun kütləsi X. 1 molundan suyun kütləsi nə qədər alınır? 5 vurulsun 18. 5-i 0,2-yə vuranda 1 etdiyindən, X-imiz də oradan çıxacaq 18. 5 vurulsun 18. 5-i 0,2-yə vuranda 1 etdiyindən, X-imiz də oradan çıxacaq 18. 5-i 0,2-yə vuranda 1 etdiyindən, X-imiz də oradan çıxacaq 18. 5-i 0,2-yə vuranda 1 etdiyindən, X-imiz də oradan çıxacaq 18. 5-i 0,2-yə vuranda 1 etdiyindən, X-imiz də oradan çıxacaq 18. 5-i 0,2-yə vuranda 1 etdiyindən, X-imiz də oradan çıxacaq 18. 5-i 0,2-yə vuranda 1 etdiyindən, X-imiz də oradan çıxacaq 18. 5-i 0,2-yə vuranda 1 etdiyindən, X-imiz də oradan çıxacaq 18. 5-i 0,2-yə vuranda 1 etdiyindən, X-imiz də oradan çıxacaq 18. 5-i 0,2-yə vuranda 1 etdiyindən, X-imiz də oradan çıxacaq 18. 5-i 0,2-yə vuranda 1 etdiyindən, X-imiz də oradan çıx
Növbəti sual. 20-də bizə nə deyir? 20-də deyir ki, molekulunda 12 hidrogen atomu olan benzol homoloqu. Benzol homoloqu dediyindən CN, H2N minus 6 yazırıq və bunu 12-yə bərabər etsək, enimiz buradan çıxır neçə? 9. Bizə deyir ki, benzol homoloqun molekulunda sp2s rabitələrin sayı maksimum olsun. Yəni, bu o deməkdir ki, benzol halqasında, çünki karbon atomları benzol halqasında hamısı sp2-dir. Benzol halqasında sp2-lərin əvəz etməsi az olsun. Onun üçün biz buradan formulu belə yazacaq. C3H7. Sonra bizə deyir ki, ikili karbon atomlarının sayı da minimum olsun. İkili karbon atomlarının sayı minimum olduqda biz burada C3H7-ni artıq izopropil formasında açırıq ki, çünki izopropil formasında açdıqda burada bizdə artıq C3H7-də ikili karbon atomu olmuş olmur. İkili karbon atomu olmuş olmadığından 1, 2, 3, 4, 5. Yəni ikili karbon atomlarının sayı minimum vəziyyət olan bu izomerdir. Digər izomeri yazası olsaq, baxın, digər izomerdə isə ikili karbon atomlarının sayı çoxdur. Baxın, C2, CH3 formasında yazsaq, 1, 2. Burada ikili karbon atom sahibi 5 dənə buradadır. Bir də ki, 2 dənə də burada olanda ümumi 7 dənə ikili karbon atomun sayı deyir. Onun üçün bizə bu formul lazım deyil. Biz izopropil benzolu götürürük formul olaraq. Yəni, buraları silsək, burada maddəmiz olacaq. Bizdən bu maddənin nəyin istəyir? Adını istəyir. Çünki deyir, birləşmənin beynəlxalq nomenklatura ilə adı olacaqdır izopropil benzol. Bir də karbohidrogen molekulunda sp3 orbitalların örtülməsinə əmələ gələn siqmanı istəyir. sp3 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 təkrat rabitə ətrafındakılar. Biri bu olacaqdı, biri də bu olacaqdı. Yəni, birincinin də cavab eləyəcəkdir 2 ədəd. Növbəti sual. 21-də bizə nə deyir? 21-də C2H4-ün xlorla reaksiyasını verir. İki qat rabitənin ətrafına birləşəcək xlorlar alınacaq CH2 xlor, bir də ki CH2 xlor. Sonra həmin bu maddənin kalium OH-ın spirtdə məhluluna reaksiyasını yazanda dihalogenli törəmə olduğu üçün buradan alkinlər əmələ gələcək. Alınan alkinin, bir də kalium xlor, bir də su. Bizə Y lazımdır. Alkinimiz asetilendir burada. Asetilindən başqa digər alkinlərin su ilə reaksiyasından keton alınır, amma asetilində asetaldehid, yəni C2 aldehidi alınacaq. CH3, COH alacaq. Bizə deyir ki, Z-in molekulunda birinci karbon atomunun oksidləşmə dərəcəsini. Birinci karbon atomu burada funksional qrupdakı karbon atomudur, yəni bu. Burada oksigen -2, hidrogen -1 olduqda karbonu X yazsaq, X minus 2 plus 1 bərabərdir 0-a, X da burada nedir? -1. Yəni, bizim Z-imizdə birinci karbon atomunun oksigenləşmə dərəcəsi eləyəcəkdir -1. Sonra deyir Z-in hidrogenləşmə məhsulunda polyar kovalent rabitənin sayı. Aldehidlər bilirik ki, hidrogenləşdikdə spirtlərə çevrilirlər və buradan etil spirti yaranacaq. Etil spirtində bizdən nə istəyir? Polyar kovalent rabitənin sayını istəyir. 1, 2 karbonla oksigenin arasında olan. Karbonla hidrogenlərin arasında olan bu 2 elədi 4. Bir də karbonla digər hidrogenlərin arasında olan 3. Bu da elədi 7. Yəni ikincinin də cavabı edəcəkdi 7. Növbəti sual 22. 22-də C4H10 verib, amma şaxəli quruluşlu. C4H10-u biz bilirik ki, bir butan, bir də izobutan formasında yaza bilərik. Bizdən şaxəli quruluşlu istədiyi üçün izobutan formasında yazırıq. Sonra bizə burada başqa bir şey deyir. Deyir ki, birinci radikalımız X radikalında
Birinci karbonun hidrogenini qoparmışıq. Burada da birinci karbon bu hər hansı biri ola bilər, fərqi yoxdur. Qopardıqda radikalımız olur bu. CH, CH3, CH2. X radikalımız budur. Y radikalında isə ikinci karbon hidrogen qopardırıq. Yəni bu karbonun. C, H3, C, CH3, CH3. İkinci radikalımız da olur bu. Y. İndi biz bunları birləşdirsək, gətirib mən Y yazıram buradan. Sadəcə fırlatdım, başqa bir şey eləmirəm. Yəni maddənin quruluşu dəyişmir. Bizi indi burada nə deyir? X, Y radikallarının birləşməsindən alınan maddə molekulunda ikinci, üçüncü, bir də dördüncü karbon atomlu oksidaşma dərəcələrini istəyir. Biz bilirik ki, uzun zəncir seçilir alkanlarda və şaxələnmə hansı ucda daha çoxdursa, nömrələnməni oradan eləyirik. 1, 2, 3, 4, 5. Bizə ikinci karbonun oksidaşma dərəcəsini istəyirdi. İkinci karbon tək olduğu üçün oksidaşma dərəcəsi sıfırdır. Üçüncü karbonun oksidaşma dərəcəsi isə -2 yazırıq hidrogenə, daha doğrusu müsbət 1 yazırıq hidrogenə və karbon burada müsbət 1-i 2-yə vurub mötərizənin sağ tərəfinə keçirdikdə karbon çıxır, oksidaşma dərəcəsi -2. Amma dördüncü karbonun oksidaşma dərəcəsində dedikdə isə CH-da baxın, bir hidrogen var, o da müsbət 1-dir. Sağ tərəfə keçəndə karbon olur -1. Növbəti sual 23, son 2 sual qalıb. 23-də nə deyir? Xlorun oksigenli turşuları. Xlorun 4 ədəd oksigenli turşusu var. Hipoxlorid, xlorid, xlorat, bir də perxlorat. Bizə nə deyir? Birləşmədə xlorun oksidaşma dərəcələri verilib. Hə, indi biz burada A, X, Y, Z, T hansıdır bilmirik. Amma hər birində xlorun oksidaşma dərəcəsini tapırıq. Burada müsbət 1, müsbət 3, müsbət 5, müsbət 7. Bizə deyir A kiçikdir. Deməli X B-dən. Bu da olacaq Y, S-dən Z, bu da olacaq T. Müəyyən elədiyi maddələri. İndi bizə deyir ki, X turşusunun kimyəvi formulu. Baxın, yazdıq. Y və T molekulunda olan atomların sayları cəmi. Y-lə T molekulunda atom sayları cəmi. 1, 1, 2 elədi 4 burada, 6 da burada. Ümumi elədi 10. Z molekulunda xlor atomunun valentinə uyğun tək elektronların sayını müəyyən edin. Müsbət 7-dirsə, tək elektronların sayı normalda 3s2, 3p5-dir axı. Bir də 3d0. 7 nə? Müsbət 7-dirsə 7 tək elektronu olacaq. Yəni quruluşumuz bu cür olacaq. 3s1, 3p3, 3d3. 7 ədəd tək elektronumuz olmuş olacaq. Yəni tək elektronların sayını müəyyən etdirdi. Biz də onu müəyyən etdik. Növbəti sonuncu sual 24. 24-də bizə nə edir? Vinil bir də fenil radikalı. Vinil radikalı ilə fenil radikalı birləşəndə vinil benzol yaranır. O da digər adına da stirol da deyə bilirik üzvü kimyada. Bizə deyir ibarət maddə molekulunda rabitənin yaranmasına iştirak edən hibrid orbital sayı. Bilirik ki, benzoldakı bütün karbon atomları sp2 hibrid halındadırlar və digər karbonlar da 2 qat rabit olduğu üçün onlar da sp2-dirlər. sp2. Burada 8 ədəd sp2 hibrid halında olan karbon var. 1s2p3 orbital da etdiyindən 8 vuruqca 24 orbital edir. Digər sualında nə deyir? Deyir ki, rabitənin yaranmasında iştirak edən qeyri-hibrid orbitalların sayı. Bu formulu ümumi yazsaq C8H8-dir. Qeyri-hibrid orbitalların sayı da dediyi hidrogenin sayıdır. Bir də pi rabitənin 2 misli. Benzo halqasında 3 pi rabitə var. 1 pi rabitə də buradan 4 pi rabitə eləyir. Onu da 2-yə vuranda 8. Ümumi qeyri-hibrid orbital sayı 16.
Sonra deyir bu maddənin tam yanması. C8H8-də 8 hidrogen olduğundan yandıqda 4 mol su əmələ gələcək. 8 hidrogen eləmək üçün. Bizə deyir 0,5 mol yananda suyun kütləsi x, 1 mol yandıqda isə 4 vurulsun 18. 4-ü 0,5-ə vuranda 2 eləyir. 2-ni də 18-ə vuranda x da eləyəcəkdir 36 qram. Bu da üçüncünün cavabı. Sağ olun, növbəti dərs görüşənə qədər.